Salam əziz işçilər. Mən bugün valyuta bazarı Forex, müəyyən hissədə futureslər, aksiyalar və ETF fondlar haqqında danışacağım. Belə deyək, Forex bazarı bugünkü gündəmdə olan əsas valyuta bazarıdır. Forex bazarının iştirakçıları dünya bankları, qiymətli kağız fondları və s.lərdir ki, pul vəsaitlərinin axının tənzimlənməsi, pul vəsaitlərinin konvertasiya yolu, intervensiya yolu ilə dövlət valyutasının tənzimlənməsi və s. ilə axır. Əziz işçilər, əgər siz Forex bazarı ilə alqı-satqı əməliyyatları həyata keçirirsinizsə, burada siz yaxşı bilirsiniz ki, itkilərin gözlənməsi demək olar ki 80%-dir. Mən bugünkü gündə danışıqlarımın əsnası ondan ibarət olacaqdır ki, Forex bazarından iştirak edib orada hər hansı bir qazanc əldə etmək üçün analiz prosesinin necə getdiyini sizə göstərməkdir. Əsna şəklində demək olar ki, bu mənim işləm stoludur. Burada həmçinin Forex bazarına məxsus valyuta axınları göstərilir və bu stakanlarda göstərilənlər futureslərdir ki, burada tələb və təklifin və insanların həmin belə deyək, futureslərə meylinin və bu futureslərə olan meylinin dərəcəsini göstərir ki, bununla da tələb təklifin cəmi şəklində görmək olar. Forex bazarının əsas xüsusiyyətlərindən biri bu bazarın aktivliyidir. Bu bazar demək olar ki, digər aksiya bazarlarından və digər bazarlardan fərqi ondan ibarətdir ki, burada xərc əməliyyatların sayı çoxdur. Xərc əməliyyatları dedikdə biz gündəlik qısa müddətli əməliyyatların həyata keçirib gəlir əldə edilməsidir. Belə desək, mənim əsas valyuta bazarında istifadə etdiyim amillərdən biri fundamental faktorlardır. Çıxan xəbərlərin analizi və onların analizindən sonra valyuta bazarına tətbiqi və gəlirlərin əldə edilməsidir. Digər forumlarda və YouTube-un bəzi videolarında faktiki göstərilir müəyyən platformaların istifadəsi, onların alqı-satqı həyata keçirilməsi. Bu bir o qədər mahiyyət daşımayan əsnadır. Valyuta bazarının tam sürətlə dərk etmək, onun faktiki olaraq bugünkü gündə həmin valyutaya təsir edə biləcək amilin analizidir. Bu amilin aşkarlanması və üzə çıxarılması və onun vaxtında professional şəkildə bazara tətbiq edilərək qazancın əldə edilməsidir. Valyuta baxımından əsna kimi demək olar ki, Forex bazarının əsna valyutalarından biri dollardır ki, bugünkü gündə dünya iqtisadiyyatının demək olar ki 60-70%-nin dünya iqtisadiyyatının analizinin 60-70% analizində tətbiq olunan və ən əsas analiz olunan valyuta dollardır. Gələcəkdə olan videolarda mən sizə fundamental faktorlarla işləmə qabiliyyətini göstərəcəm. Sonra onların texniki analizləri tətbiq edərək valyuta bazarına girişini göstərəcəm. Ən əsas göstəricilərdən biri iqtisadi göstəricilərdir, iqtisadi indikatorlardır ki, faktiki olaraq bu indikatorların əsnasında həyata keçirilən hər bir əməliyyat faktiki olaraq demək olar ki, düzgün analiz nəticəsində 80% uğura nail olmağınıza kömək edəcəkdir. Fundamental faktorlar dedikdə mikroiqtisadiyyat, makroiqtisadiyyat,
maliyyə strukturları, bank sistemi və müəyyən faktorlardır ki, nəzərdə tutulur. Bu faktorları yəqin ki, oxumusunuz. Hər bir inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrə özlərinə iqtisadiyyatına məxsus iqtisadi göstəricilər vardır. Bu iqtisadi göstəricilər inflyasiyanın səviyyəsi, ticarət balansı, ümumi məhsul, istehsal olunan məhsulların qiyməti, yeni tikililər, avtomobil satışı, yeni iş yerlərinin açılması, kənd təsərrüfatında iş yerlərinin açılması, müəyyən belə deyək, Amerika iqtisadiyyatı ilə bağlı olan müəyyən institutlar vardır ki, iqtisadi institutlar vardır ki, bunların statistik əsasları və s. Fundamental faktorların əsnası kimi demək olar ki, inflyasiya xarakterli indikatorlar götürülür. Bunlar CPI, Consumer Product Index, PPI, Price Index, VVP, Trade Balance, Unemployment Rate və s.lərdir. Biz bunu demək olar ki, iqtisadi kalendarlarda bunun hər gün ərzində hər bir dövlətə məxsus olan iqtisadi göstəricilərin, verilən proqnozların və faktiki çıxan iqtisadi göstəricilərin analizi nəticəsində bazara təsirini görürük. Əminliklə deyə bilərəm ki, müəyyən işlək prosesində istifadə etdiyim iqtisadi analizlər demək olar ki, uğurumun 50%-dir. Digər 30%-in 20%-i psixoloji cəhətdən hazır olub bazara giriş, digər 10 riyazi hesablamalardır. Mən riyazi hesablamalarımda teoriya veriyatность, statistika, matematik statistika, ekonometrika və s. belə elementlərdən istifadə edirəm ki, mənə müəyyən şəkildə köməkləri dəyir. Forex bazarının əsnası tələb və təklifdən doğru. Mənim satışımın əsna şəklində qızıl və neft təşkil edir. Qızıl bazarının analizi və neft bazarının analizi gələcək videolarda qeyd etdiyim kimi müəyyən şəkildə qeyd eləyəcəm. Ümumi bir nəzəriyyə şəklində deyə bilərəm ki, qızılın analizində ümumiyyətlə mənim istifadə etdiyim amillərdən biri fundamental faktordan da əlavə dollara axan kütlənin tələb və təklifin çoxluğundan, azlığından istifadə edərək qızılın analiz edilməsi, müəyyən mövsümlərdə qızıla olan tələb, qızıla tələbatı olan ölkələr, qızıl ixracatı ilə məşğul olan ölkələrin iqtisadi vəziyyəti və s. ilaxır. Neft amili kimi götürdükdə demək olar ki, mən OPEC ölkələrinin gün ərzində çıxarılan neft barrelinin milyon kublara bərabər olan statistikasını izləmək, onların günbəgün dəyişməsini və bazardakı bu statistikaya uyğun olaraq tələb və təklifin analiz olunub neftə tətbiq olunmasından ibarətdir. Ümumi müddəa kimi deyə bilərəm ki, ümumi cəhətdən valyuta bazarı, aksiya bazarı, qiymət kağızlar bazarı, futures bazarı və s. ilaxırların əsna şəklində dediyim kimi tələb və təklifdən doğurur. İnsanların bu məhsulun deyək, alınmasına meyilliyin olması və satıcıların satma qabiliyyətindən asılıdır. Bugünkü gündə sizin Forex bazarında iştirakınız sizin satıcılıq qabiliyyətiniz üzrə çıxarır. Forex bazarında professional şəkildə satış etmək üçün mənim fikrimcə iqtisadi cəhətdən savadın artırılması əsna kimi görürəm.
Digər bir hissədə